ProServisin bugünkü qonağı isə İlkindir, yəni pultlu maşın və maşını bizə əmanət elədi. Ximçiska, polirovka, keramika və maşını detallı şəkildə yuyulmasına görə və artıq əvvəllər biz maşının açarını təhvil verirdik, indi isə vizit kart təhvil veririk. Bu maşının açarı da təhvil verdik, yəni maşının açarıdır. Bir də İlkin, sənə belə bir söz demək istəyirəm. Əvvəllər zəng eləyirdik, deyirdik ki, qardaşım, 10 manatlıq benzin al gətir də mənim üçün də. İndi sənin zaretkan qutarandan sonra Type-C axtaracaqsan. Yox, bizdə də var da. Murat, 10 minlik powerbank gətir də. Generator gətir. Amma mən bugünə kimi barışa bilmirəm elektrik avtomobillə. Mən V8 səsi ilə, 12 silindir səsi ilə yaşayan biriyəm. M5-in tatasını qoluma vuran adamam. Necə məni ikna eləyə bilərsən ki, elektrik maşını sürmək lazımdır? Əslində, mən həmişə deyirəm, bir BMW sürənə, bir də ürəyi BMW mühərriki ilə döynənə, bir də Prado sürənə elektrik mühərrikə təşviq eləmək olmur. Amma elektrik mühərrikin də öz ləzzəti var, öz səsi var. Səsi var? Səsi var. Bax, bu stres mənə çox incidir. Ki, gecə saat 3-dür, mən getmək istəyirəm Qəbəliyə. Maşınımda yarı bakda olsa, birinci yanacaq doldurma məntəqəsindən maşını polunu bak eləyib gedirəm. Amma bununla mən necə o qərarı verə bilərəm? İndi o dövrdə deyilik də, indi çox rahat şəkildə yolda istənilən stansiyada dayandın, təməl gecə saat 3-dür, maşın artıq olmayacaq, növbə olmayacaq, saxladın, 15 dəqiqə o yarı bak dediyin yarı batareyanı 15 dəqiqə doldurub Qəbələyə rahat gedəcəksən, Qəbələdə də stansiyalar var. Yaxşı, dağlara çıxmaq istəsən? Elə rahat çıxacaqsan ki, gəl belə eləyək. Bu mövzu çox uzanır. Uzanır. Biz YouTube-da görüşək. Mütləq. Mən öz maşınımı gətirim. Mən də öz maşınımı gətirim. Orada söhbətimizi eləyək də. Olar. Olar. Bu arada bizə güvəndiyin üçün minnətdaram. Hər şey üçün təşəkkür edirəm. Maşın möhtəşəm alınıb. Var, minnətdaram. Görək axırı nətər olacaq.